Xaricdə ali təhsil almış şəxslərin diplomlarının tanınması zamanı imtina halları da az deyil. İllik əsasda aparılan ekspertizaların təxminən 15-17% tanınmama ilə nəticələnir və təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov Xəzər xəbərə bildirib ki, bu imtinaların böyük hissəsi qonşu ölkələrdə təhsil alanlara aiddir. Xaricdə ali təhsil almış şəxslərin diplomlarının tanınması ilə bağlı problemlər əsasən 3 ölkənin ali təhsil müəssisələrindən alınmış sənədlərlə bağlıdır. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bildirib ki, agentliyə edilən müraciətlər əsasında aparılmış ekspertizanın nəticəsinə uyğun olaraq klassifikasiyaların tanınması ilə bağlı ən çox imtina alan ölkələr və universitetlərin siyahısı artıq təqdim olunub. Bu siyahıda qonşu ölkələr ilk sırada yer alıb. İllik əsasda aparılan ekspertizanın təqribən 15-17% imtina ilə nəticələnir. Onlar da təəssüflər olsun ki, əsasən qonşu ölkələrin payına düşür, belə ki, Rusiya Federasiyası, Ukrayna və Gürcüstandan əldə olunan kvalifikasiyaların ortalama 30-35% imtina ilə nəticələnir və agentlik olaraq biz ötən ildən etibarən insanlarımızı doğru düzgün maarifləndirmək üçün siyahını ictimaiyyətə açıq elan etdik və hər bir universitet üzrə biz imtina faizlərini göstərdik. Həmin universitetlər üzrə müraciətlərin 100%, 90%, 98% imtina ilə nəticələnir. Agentliyin İdarə Heyətinin sədri Tural Əhmədov qeyd edib ki, tanınma üçün əsas şərtlər isə ali təhsil müəssisəsinin rəsmi akkreditasiyası, təhsil proqramlarının ölkəmizdəki təhsil standartlarına uyğunluğu və təhsilin əsasən əyani olmasıdır. Son 2 ildə tətbiq olunan yeganə fərqli yanaşma ondan ibarətdir ki, bilirsiniz ki, tənzimlənən və tənzimlənməyən ixtisaslar dediyimiz yanaşma tətbiq olunur. Bu nə deməkdir? Bəzi ixtisaslar üzrə, konkret desək, tibb, səhiyyə, müəllimlik, mühəndisliyin bəzi alt sahələri, yəni mühəndislikdə ümumilikdə 105-ə yaxın ixtisas varsa, onun yalnız 25-26 üzərindən və eyni zamanda hüquqşünaslıq, müvafiq səlahiyyətli qurum indiki halda Dövlət İmtahan Mərkəzi məhz Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təqdim etdiyi siyahı əsasında imtahan təşkil edir. Və bu suallar qeyri-adi suallar deyil. Biz vətəndaşımızdan nə istəyirik? Əgər siz hüquq üzrə diplom əldə etmişsinizsə, 30 sualdan 15-inə cavab verməklə bu peşə imtahanından keçmiş hesab olunursunuz. Namizədlərə tövsiyə olunur ki, xarici universitet seçərkən həmin ali məktəbin akkreditasiyası, tədris forması və tanınma meyarlarına uyğunluğu ilə bağlı əvvəlcədən məlumat əldə etsinlər. Şəhla Poladova, Cəfər Qasımov, Xəzər xəbər.